Salam əziz mamaşkalar. Mamaşkalar podkastının 3-cü epizodunda hər birinizi xoş gördük. Bugün süzdüyünüz o kofedən böyük bir qurtum alın. Yerinizi rahatlayın və gəlin tam səmimi, heç bir filtr olmadan rəfiqə kimi dərdləşək. Bugün mövzumuz nə uşağın köpüdür, nə də yuxusu. Bugün mövzumuz biz özümüzük. Doğuşdan sonra dəyişən bədənimiz, emosiyalarımız, ətrafın şərhləri və o xaosun içindən tamamilə yenilənib, güclənib necə çıxmağın yolları. Mən bu podkastda bir daha qeyd etmək istəyirəm ki, öz təcrübələrimi bölüşürəm. Sırf mənim özümlə bağlı çıxardığım nəticələrə əsasən tövsiyələrimi verirəm və ümid edirəm ki, bu tövsiyələr hər kəs üçün faydalı olar. Gəlin lap başından xəstəxanadakı o ilk 2 gündən başlayım. Mən xəstəxanada olanda özümü o qədər rahat, o qədər huzurlu hiss edirdim ki, nə artıq çəki gözümə görünürdü, nə zahıllıq dərdi var idi. Hətta güzgüyə baxanda mənə elə gəlirdi ki, üzümün rəngi açılıb parıldayıram. Yəqin o ana olmağın gətirdiyi ilk saf sevgi ilə, o euforiya ilə bədənim mənə bayram yaşadırdı. Amma sonra evə qayıtdıq və böyük adaptasiya dövrü başladı. Bizi hamı qarşıladı, amma evə girən andan bütün fokusum o yeni insana yönəldi. Ona düzgün baxırammı, rejimi necə quraq? Bir anda özüm deyə bir məfhum yox idi və dürüst olaq. Hamiləlik vaxtı bizə 100 dənə məsləhət verirlər. Belə qidalan, belə yemək ye, bu cür geyin, amma heç kim bizi ana olduqdan sonraki o tam fərqli rejimə hazırlamır. Məncə mamaşkalara hamiləlikdən daha çox ana olduqdan sonra nələrə hazır olmalı olduqları barədə tövsiyələr verilməlidir. Bir çox yeni ana kimi mənə də təklif etdilər ki, gəl nənələrinin birində yanında qal, sənə kömək edərlər, amma qətiyyətlə imtina etdim. Çünki hər nə qədər böyüdüyün ev olsa da, insan öz evindən ayrılanda o adaptasiya prosesi daha da çətinləşir. Sənin öz evində öz qaydaların var. Bəzən insanlar öz komfortları üçün güya sənə yaxşı olsun deyə əksini iddia edirlər. Amma anlamırlar ki, sən aylardır o evi, o yuvanı yeni bir insan üçün hazırlamısan, öz komfortunu qurmusan. Niyə başqa evə gedəsən ki? Ona görə də açıq və düz şəkildə dedim. Mən öz evimdə balamla qalacam. Mənə ən böyük köməyiniz gələndə yarım fabrikat yeməklər gətirmək və ya ev işlərinə əl tutmaq ola bilər. Yemək məsələsini qismən belə həll etdim. Hətta biraz kobud səslənsə də gələn qonaqlara birbaşa deyirdim. Mənim yemək hazırlamağa vaxtım yoxdur. Əgər bizə gəlirsinizsə, yeməyinizi özünüzlə gətirin. Çünki bizim ənənələrdə qəribə bir şey var. Hamı uşağı görməyə gəlir, amma o yeni ana olan qadının vəziyyəti, hissləri heç kimə maraqlı olmur. Üstəlik ən yaxınların belə gəlib sənə elə şərhlər, elə kommentlər bildirirlər ki, məsələn, evdə hansısa əskiklik olursa, onu həmin anda üzə vururlar. Əslində mən özüm də bilirəm ki, bu əskiklikləri enerjim olsa əlbəttə ki, aradan qaldıraram. Hələ üstəlik, əgər yoldaşından da gözlədiyin o dəstəyi tam ala bilmirsənsə və ya o da qonaqlara qoşulub səninlə güya zarafat edirsə, o hormonların, emosiyaların içində insan özünü dünyada daha da yalnız hiss eləyir. Və o xarici görünüş. Ən yaxınların gəlib sənin onsuz da fərqində olduğun o artıq çəkiləri üzünə vurması, özü də elə bil hələ də hamiləsən, nə boyda olmusan. Bu piylər idmanla gedəndir ki, kimi heç kimə lazım olmayan fikirlər. Bunun üstünə bir də əvvəl sevərək geyindiyin o gözəl paltarların əyninə olmaması dərdi gəlir. Güzgüyə baxmaq istəmirsən, çölə çıxmaq istəmirsən. O dövrdə həyatdan tutunmaq, balama o sevgini tam ötürə bilmək üçün özümü kiçik şeylərlə sevindirməyə çalışırdım. Oturub filmlərə baxırdım, podkastlar dinləyirdim. Yemək bişirəndə yeni reseptlər sınaqdan çıxarırdım. Xüsusi günlərdə, bayramlarda gözəl süfrələr açırdım. Bu mənim yeganə əyləncəm idi. Hərdən elə bezirdim, evdən qaçmaq istəyirdim. Amma o balaca insanı görən kimi bütün inciklikləri unudurdum.
Eqom məni boğurdu həqiqətən, hərdən. Elə ilk həftələrdən hamıya sanki sübut eləmək istəyirdim ki, baxın, mən nə tez özümə gəlmişəm, güclüyəm. Hətta 1-2 saatlıq marketə, uşaq alış-verişinə qaçırdım. Evə qonaq gələndə ideal süfrələr açmağa çalışırdım. Sanki bununla öz eqomu doydururdum və kiminsə təsdiqini və yaxud alqışını gözləyirdim. Amma indi vizual olaraq o günlərin üzərindən tam 5 il keçib və mən o günləri xatırlayanda indi özümə şirin bir gülüşlə baxıram. Həmin vaxtdakı özümü qucaqlamaq, bağrıma basmaq və demək istəyirəm ki, sən əla bir qadınsan. Bu çətinliklərin, bu şərhlərin hamısı gəldi gedərdi. Sadəcə özünə və balana fokuslan. Təbii ki, hər kəsdə belə keçmir. Bəzi anaların genetikası imkan verir ki, dərhal, hətta əvvəlkindən də gözəl formaya qayıtsınlar. Əgər sizdə elə deyilsə, özünüzü heç vaxt günahlandırmayın. Bu danışdıqlarım bəlkə biraz ağır ola bilər. Mən bunları bölüşməkdə məqsədim isə elə odur ki, bu kimi hisslər, bu kimi fikirlər yeni ana olan qadınlarda yarana bilər. Və bunların hamısı gəldi gedərdi. Yəni hər şey hələ qabaqdadır, hər şey hələ öndədir. O çətin günlərdə qarşıma uşaqlıqdan bəri çox sevdiyim proqramın YouTube versiyası çıxdı. Məşhur Rusiyalı stilist Rogov, yəqin ki, bir çox qadınlar tanıyırlar, öz kanalında insanlara öz üslublarını tapmağa kömək edirdi. Oradan özüm üçün çoxlu layihələr götürdüm və bu gün mən bu təcrübələri doğuşdan sonraki depressiyanı və ya xaosu yaşayan bütün mamaşkalarla bölüşmək istəyirəm və ümid edirəm ki, bu sizə də işıq olacaq. Birinci onu qeyd etmək istəyirəm ki, hər kəsin bədəni unikal və individualdır. Qətiyyən ətrafdakılara, Instagramdakı o mükəmməl analara baxıb özünüzü müqayisə etməyin. İkinci, qarderobunuzda sizə neqativ enerji verən, əyninizə olmayan və ya baxanda əsəb yaradan bütün o dar geyimləri yığın bir çemadana, qoyun gözünüzdən uzaq bir yerə və unudun. Gözünüzün qabağında ancaq hazırda sizə rahatlıq və gözəllik verən geyimləri saxlayın. Hətta mümkündürsə qarderobunuzu dəyişin. Eybi yox. Əgər ölçülərin böyük olmasına görə darıxmayın. Çünki daha sonra çəkilər atdıqdan sonra dərziyə verib həmin o paltarları düzəldə bilərsiniz. Üçüncüsü, siz özünüzü olduğunuz kimi qəbul etdikdə ətrafdakılar da sizi elə qəbul edəcək. Əsas olan sizin daxili aləminizdir və çalışın ki, maksimum anı yaşaya biləsiniz və balanızla olan yeni həyatdan zövq ala biləsiniz. Belə olduğu halda kənardan gələn şərhlər sizə elə də incik gəlməyəcək və ağır olmayacaq. Mən 5 il ərzində bunları özümə aşılaya bildim və mənim ən böyük tövsiyəm idmana qaçmaq və yaxud da diyetaya başlamaq deyil. İlk günlərdə bilirəm ki, bunlar çətin olur, amma unutmayın ki, körpənin ikinci bir valideyni də var, atası. İmkan yaradın ki, o da uşaqla zaman keçirsin. Və siz ginekoloqdan sonra mütləq bir endokrinoloqa müraciət edin. O sizə lazımi hormonal və qan analizlərini təyin edəcək. Yeni bir insan dünyaya gətirdiyinə görə artıq bədəninizdə A-dan Z-yə qədər nə ki vitaminlər var, onlarda əskiklik yaranacaq. Və bu da birbaşa olaraq sizin fiziki, emosional dalğalanmaların əsas səbəbi olacaq. Mən ilk vaxtlar Solgar kimi tanınmış firmanın qida əlavələrini öz başıma qəbul edirdim, amma heç də gözə görünən bir təsirini hiss eləmirdim. Nə vaxt ki, həkim təyinatı ilə analizlərə uyğun vitaminlər qəbul etdim, ondan sonra arıqlama prosesim, normal çəkimə qayıtma prosesi daha sürətli oldu. İmmun sistemim, hətta əhval-ruhiyyəm belə müsbətə doğru dəyişdi. Bəlkə də bir müddət saçlarınız töküləcək, dırnaqlarınız və dişləriniz zəifləyəcək. Yuxusuz gecələrə görə rənginiz də sola bilər. Buna görə qəti şəkildə üzülməyin.
Düzgün tibbi dəstək və ən əsası daxili olaraq özünüzü qəbul etmək hər şeyi həll edəcək. Siz daxilən xoşbəxt olanda o gözəl enerji ətrafınıza da yayılacaq və ən əsası balanız dünyanın ən xoşbəxt anasına sahib olacaq. Mənim üçün məsələn 5 il əvvəl eşitmək istədiyim tövsiyə isə bundan ibarət idi. Sonda olaraq isə elə sual vermək istəyirəm ki, siz doğuşdan sonra ətrafdan ən çox hansı şərhləri eşitmisiniz? Gəlin birlikdə biz də bu şərhləri oxuyaq və birlikdə müzakirə edək və unutmayaq ki, mükəmməl analıq yoxdur. Bir-birini anlayan mamaşkalar var. Növbəti epizodda görüşənədək özünüzə çox yaxşı baxın. Çünki biz hər şeyin ən yaxşısına layiqik. Hələlik.